Hello everyone. Master Azerbaijani word of the day has a new word for you called xəstəlik or xəstəlik. Now, xəstəlik. I can even go one step further. Xəstəlik, xəstəlik, xəstəlik. You can hear all versions. What does this mean is illness, disease, or sickness. Let's explore some phrases and then sentences. Phrases first. Ciddi xəstəlik. Ciddi is serious. Yoluxucu xəstəlik. Yoluxucu, infectious. Chronic sickness. Xroniki xəstəlik. Xroniki is a loan word from Russian. Hence, it sounds very familiar to what you read in English. Okay? Sentences time. Let's see. Məktəbdə yayılmaması üçün yoluxucu xəstəlik barədə valideynlərə vaxtında xəbərdarlıq etdilər. Otaqları havalandırdılar və dezinfeksiya tədbirləri həyata keçirdilər. I know I read it fast and this is a long one, but let's see what does this mean. To prevent it from spreading at school, they warned parents in time about the infectious illness, aired out the rooms, and carried out disinfection measures. Now, məktəbdə yayılmaması üçün, to prevent it from spreading at school, məktəb school, məktəbdə at school. Yayılmaması, not to spread, basically. Üçün, for. Yoluxucu xəstəlik barədə, about infectious illness. Barədə is about, yoluxucu xəstəlik, infectious illness. Valideynlərə vaxtında xəbərdarlıq etdilər. They warned parents in time. Otaqları havalandırdılar. Aired out the rooms. Hava, air. Havalandırmak, to air out. Otak, room, otaqlar, rooms. Disinfeksiya, that's also a loan word. Hence you read it like that. Dezinfeksiya tədbirləri həyata keçirdilər. Carried out disinfection measures. Okay? Let's in a sentence. Now, uzun müayinələrdən sonra həkim onun xroniki xəstəlik ilə yaşadığını izah etdi və gündəlik rejim, qidalanma və dərman cədvəli üçün detallı bir plan tərtib etdi. Let's see. After long examinations, uzun müayinələrdən sonra, müayinə examination, müayinələr examinations, müayinələrdən from, that's a literal from, but we don't say after, following, basically. Həkim onun xroniki xəstəlik ilə yaşadığını izah etdi. The doctor explained, həkim izah etdi, that's the part, that he or she was living with a chronic sickness. Onun xroniki xəstəlik ilə yaşadığını explained, izah etdi. Və, and, gündəlik rejim, daily routine, qidalanma, nutrition və dərman cədvəli and medication schedule üçün, for, detallı bir plan tərtib etdi. Prepared a detailed plan. Plan, again, it's a loan word. Detal, detail. Again, it's a loan word from Russian, hence you see them. Let's read one more time slowly. Uzun müayinələrdən sonra həkim onun xroniki xəstəlik ilə yaşadığını izah etdi və gündəlik rejim, qidalanma və dərman cədvəli üçün detallı bir plan tərtib etdi. Right? That was one way of using the word xəstəlik. Let's see what I have for you here. My weekend plans lost a fight with a surprise xəstəlik. I hope you all will be healthy and come back tomorrow for a new word. Until then, you know what I have here. MasterAzerbaijani.com and Master Azerbaijani app at your service, bam, answers. I'll see you tomorrow.